Bismillah, elhamdülillah. Alimlər Rəbbi olan Allah həmd olsun. Onun sonuncu Peyğəmbəri Muhammed sallallahu aleyhi ve sellemə, onun sahabələrinə və qiyamət gününə qədər onun ardınca gözəl şəkildə edənlərə Allahın salamı olsun. Və bir daha Allah subhanahu teala'ya həmd olsun ki, Allah subhanahu teala bizi yenidən bir araya gətirdi, bir yerə cəm elədi. Elhamdülillah. Bu Allah subhanahu teala'nın bizə olan lütfüdür, nemətidir. Allah subhanahu teala qullarına bir çox nemətlər verib ki, və istəyir ki, o nemətləri qulların üzərində görsün və bizim də üzərimizə düşən həmin Allah subhanahu taalanın bizə verdiyi nemətlərə şükür eləməkdir. Şükür eləməkdir. Və bilmək lazım ki, hər bir nemət bizim üçündür. Hər bir nemət bizim üçündür və biz şükür elədikcə Allah subhanahu taala o nemətlərini bizə artırır. Və Allah subhanahu taala bir daha həmd olsun ki, Allah subhanahu taala bu mübarək aya bizi yetişdirdi. Bu mübarək ayın bərəkətindən, fəzilətindən bizim də bir payımız oldu. Və dəyərli qardaşlar, yetişdiyimiz bu ay, əzəmətli ay bir çox xeyirləri özündə cəm eləyib. Həmin bu Ramazan ayı bir çox xeyirləri özündə cəm eləyib. Hansı ki, Allah subhanahu taala bu ayda qullarına bir çox rəhmət nazil eləyib. Cənnətin qapılarını açıb, cəhənnəmin qapılarını bağlayıb və bunlar nə üçündür? Qulunun Rəbbinə yaxınlaşması üçün. Və fikir ver, inşallah Allah subhanahu taala hər şey edir ki, neynəsin? Qulun bağışlasın. Rəbbimiz bizim bağışlanmağımız üçün hər şeyi edir ki, yetər ki, nədir? Qul bağışlanmaq istəsin. Qul tövbə edib Rəbbinə dönsün. Bütün bu xeyirlər hamısı bizim bağışlanmağımız üçün ki, Allah subhanahu taala bu ayda bu qədər xeyirləri cəm edib ki, biz qazananlardan olaq, Rəbbimizə yaxınlaşaq. Və həmçində qardaşlar, bilməmiz lazım olur ki, səhvsiz, günahsız insan yoxdur. Hər bir insan səhv edir, xəta edir. Necə ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bir hədisdə buyurur ki, bütün Adəm övladı xatakardır. Bütün Adəm övladı xatakardır. Yəni, insanın xatadan uzaq qalması mümkün deyil. İnsan xata eləyəcək. İnsan xəta edəcək və bir insan bilməlidir ki, insanı Allah qatında uca eləyən insanın günahdan uzaq durması deyil. İnsanı ucaldan, dəyərini qaldıran Allah qatında insanın günahdan uzaq durması deyil. İnsanın günah edəndən sonrasına tövbə etməsidir. Allah subhanahu taala'dan bağışlanma diləməsidir. Yəni, etdiyi səhvin fərqinə varmasıdır. Necə ki, hədisin davamında nə deyilir? Dedi ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, bütün Adəm evladı xatakardır. Xatakarların ən xeyirlisi kimdir? Xəta etdikdən sonra tövbə edən. Tövbəni də kim eləyir, qardaşlar? O insan ki, peşman olur. O insan ki, elədiyi səhvin fərqinə varır. O insan ki, elədiyi günahı günah kimi görür. Elədiyi günahı günah kimi görür. Və Allah subhanahu taala tövbə qapısını qulu üçün hər zaman açıq saxlayıb. Müəyyən vaxtlar var ki, o vaxtlardan başqa Allah subhanahu taala qulu üçün tövbə qapılarını açıb və qulunun tövbə etməsi yetər ki, tövbə etsin. Allah subhanahu taala o qulunu nə günah edirsə etsin. Allah həmin qulunu nə edəcək? Bağışlayacaq. Və insan yetər ki, o elədiyi əməldən peşman olsun, pis olsun. Necə ki, Allah subhanahu taala Quran-ı Kərimdə and içərək buyurur ki, and içirəm peşmançılıq çəkən nəfsə. Qardaşlar, hər bir insanın içində iki dənə nəfs var. Bir yaxşılığı əmr eləyən nəfs var. Bir pisliyi əmr eləyən nəfs var. Və Allah subhanahu taala hansına and içir? Yaxşılığı, peşman olan nəfsə. Yəni, yaxşılığı əmr eləyən. Bir insan əgər günah eləyib, peşman olursa, bilsin ki, hələ onun imanı tam ölməyib. Bilsin ki, onun qəlbi hələ daralmayıb, daşlaşmayıb, qaralmayıb. Bilsin ki, hələ ümid yeri var. Gec olmadan o insan elədiyi əməllərdən dönsün, qayıtsın. Vay o insanın halına ki, artıq günahı edər, qəlb daşlaşar, qaralar, artıq elədiyi günahın fərqinə varmaz. Fikir versən, qısa bir misal deyim. Məsələn, bir insan görürsən ki, sübh namazına yatır qalır. Durur, insan pis olur, halı qarışır, həmin günü pis olur, dilxor olur, zülmət içində qalır ki, subhanallah, mən niyə görə namaza yatdım, qaldım? Özün qınıyır, özün danlayır. Görürsən ki, bir dəfə, iki dəfə, üç dəfə, beş dəfə artıq bu adət halını alandan sonrasına yatıb qalır, ayılır, sanki heç olmamış kimi. Dəstəmaz alır, namazını qılır.
Gedir dəstəmaz alır. Yəni qəlb üçün narahat olmur. Qəlb artıq nədir? Narahat olmur. Allah Subhanahu ona görə nə deyir? Deyir ki, and içirəm peşmançılıq çəkən nəfsə. İbn Kəsir rahmehullah deyir ki, Allah Subhanahu taalanın burada dediyi ən-nəfsul ləvvamə insanın deyir etdiyi əməllərdən peşman olmasını, özünü qınayan nəfsdir. Hansı ki Allah Subhanahu taala orada qəsd elədiyi nəfs özünü qınayan nəfsdir. İnsan bir əməl eləyəndə özünü qınayır. Mömin insan hər bir şeydə özünü qınayır. Yaxşı əməl eləyəndə də özünü qınayır. Günah əməl edəndə də özünü qınayır. Yəni niyə görə? Günah əməl edəndə bu bəllidir. Günah əməl edən niyə özünü qınayır? Yaxşı əməl edən niyə? Çünki niyə az elədim? Və yaxud da niyə mən bir xeyir əməli eləmədim? Bəzən qardaşlar belə bir sual verirlər ki, filan əməli etmək savabdır, etməsəm günah yoxdur. Onu yəni tərk eləməkdə bir problem varmı? Gör nəyi düşünür? Yəni günah yoxdur. Günah olmasa belə, bəs sən xeyirdən məhrum olursan axı. İlla ki bir şeyi sənin tərk eləmək üçün günah olmalıdır. Yəni günah deyilsə tərk elə. Yəni belə düşüncə də bu da yaxşı düşüncə deyil. Ki insan bəzən görürsən ki, deyir ki, bir əməli etməməkdə bir qəbahət yoxdur. Ola bilər, onu etməməkdə bir qəbahət yoxdur. Amma sən onu etməyəndə sənin xeyirdən məhrum olsansa, qiyamət günü sənin bir buğda ağırlığı qədər savaba ehtiyacın olacaq. Və sən onda qiyamət gününün qardaşlar adlarından bir də nədir? Peşmançılıq. Peşmançılıq günü. O gün hər kəs peşman olacaq. Mömin də peşman olacaq. Kafir də peşman olacaq. Hər kəs peşman olacaq. Niyə? Dediyimiz kimi, kafirin, günah əhlinin, fasiqlərin, asilərin peşman olması bəllidir. Etdiyi günaha görə peşman olacaq. Bəs möminlərin peşmançılığı nə olacaq? Niyə mən bundan az etdim? Və yaxud da niyə mən filan əməli tərk etdim? Niyə görə mən filan əməli tərk etdim? Bəzən görürsən, insan elə bir məxluqdur ki, qardaşlar, Allah Subhanahu wa Taala Quran-ı Kərimdə harada insan kəlməsi keçirsə, insandan danışırsa, o yerdə insanı məzəmmət eləyir. İnsan elə bir məxluqdur ki, insana sən bir şeydə, tənbəlliyində bir ipucu ver, bir işiqucu ver, görərsən ki, insan həmin şeydən elə istifadə edir, tənbəlliyin sonuna qədər gedəcək. Səhlənkarlığın sonuna qədər gedəcək. Görürsən ki, bəzən şeyxlər hər hansısa bir şər qapısını bağlamaq üçün müəyyən olunmasında, tərk olunmasında günah olmayan əməllər var ki, onu insanlara etməyə buyurublar ki, edin, tərk etməyin, şiddətli şəkildə. Çünki bilir ki, sən insana bir dənə desin ki, misal, baxırsan ki, insan daim sünnətləri qılır, ratibə sünnətləri qılır, daim qılır. Bir dəfə desin ki, sən ona problem yoxdur, qılsın savabdır, qılmasın günahı yoxdur. Falan baxarsan ki, bugün hamısını qılırdı, sabah yarısını qılacaq, biraz keçəcək, 2 rükət qılacaq, biraz keçəcək, birini qılacaq, ya qılacaq, ya belə bir baxarsan ki, artıq qılmır. Niyə görə deyirlər unudulmuş sünnət? İnsanlar tərk elədikcə unudulur. Baxacaqsan ki, artıq o sünnət sənin üçün unudulub. Niyə görə? Hardasa bir dənə eşitdin ki, eləməsin problem yoxdur. Görsən insan necədir? Bir dənə bir işi ucu tapsa, onu uçurma aparan, həlakə aparan gedəcək, axıra qədər gedəcək. İnsan elə bir məxluqdur. Və həmçinin qardaşlar, insanların, dedi ki, bu ay tövbə ayıdır. İnsanların tövbə etməkdən çəkindikləri səbəblərdən biri də insanların ümidsizliyə düşməsidir. İnsanın Rəbbindən ümidin üzməsidir. Allahdan ümidin yalnız zalimlar üzər, kafirlər üzər. Mömin olan biri Allahdan ümidin üzməz. Və elə bir günah eləyir ki, düşünür ki, Rəbbim məni bağışlamaz. O öz aləmində Rəbbinin qarşısında nə qədər böyük günah elədiyini dərk eləyir, nə qədər bir pis iş gördüyünü dərk eləyir. Amma görürsən ki, elə bir şəkildə dərk eləyir ki, şeytan ona günahını elə bir formada göstərir, insan baxırsan peşman olub. Hayva eləyir, başını tutub ki, mən nə elədim, mən həlak oldum, Allah məni bağışlamayacaq. Görürsən, günahının əslində fərqinə varıb. Amma görürsən ki, elə bir formada şiddətli dərəcə fərqinə varır ki, elədiyi o peşmançılıq onu tövbədən yayındırır. Yəni, elə də olmaz.
İnsan Rəbbinin rəhmətindən ümidini üzməməlidir. Hansı ki Allah Subhanahu taala Quran-ı Kərimdə buyurur: "Qul ya ibadiyellezine esrafu ala enfusihim la taqnatu min rahmetillah. İnnallaha yaghfiruz-zunuba cemi'a. İnnehu huvel gafurur rahim." De, ey özlərinə qarşı zülm etmiş qullarım, Allahın rəhmətindən ümidinizi kəsməyin. Şübhəsiz ki, Allah günahları bağışlayandır. Bütün günahları bağışlayandır. Fikir ver. Allah Subhanahu taala, sən Allahın qulu deyilsənmi? Sən günahlarda həddi aşmamısan. Allah Subhanahu taala günahlarda həddi aşan qullarına xitab edir ki, Allahın rəhmətindən ümidi üzmə. Rəbbin sənin ona tərəf gəlməyi istəyir. Və təsəvvür ki, Allah Subhanahu taala səni huzurunda görmək istəyir. Sənin ona tərəf gəlməyi istəyir. Rəbbin səni bağışlamaq istəyir. Və yetər ki, sən bir addım atıb bağışlanma diləyəsən, Allah səni bağışlayacaq. Amma şeytan sənə deyir, yox, sənin günahın o qədər böyük ki, sən Allahın qəzəbinə gəlmirsən. Sən Allahın rəhmətindən uzaqsan. Allah səni bağışlamayacaq. Allah səni həlak eləyəcək. İnsan nə edir? Ümidsizliyə salır. İnsan beləcə nə olur? Tövbədən uzaqlaşır. Allahın rəhmətindən ümidini kəsir. Və beləcə nə edir? Tövbə eləmədən də eləncə gedir. Və deyir ki, bir halda ki, Allah məni bağışlamayacaqsa, onda qoy mən öz istədiyimi eləyim. Görsən, şeytan neynədir? Bəzən şeytan, qardaşlar, insana 99 dənə xeyir qapısı açır ki, sonunda onu şərə aparmaq üçün. Bəzən şeytan insana günahlar üzərindən gəlmir. Daim günahlar üzərindən gəlmir. Bəzən şeytan insana salih əməllər üzərindən gəlir. Bəzən insana şeytan salih əməllərlə, salih niyyəti üzərindən gəlir. Məsələn, görürsən ki, bəzən şeytan insanı kiçik ilə məşğul edib, böyüdən məhrum edir. Məsələn, oturmuşsan, deyirsən ki, qalxım namaz qılım. Gecədir, Allaha ibadət edim. Səhərə qədər ibadət edirsən. Sübh namazına yarım saat qalmış, yatırsan. Sənə vacib olan gecə namazı idi, yoxsa sübh namazı idi? Təbii ki, sübh namazı idi. Görürsən, şeytan səni kiçik ilə məşğul edib, böyüdən məhrum elədi. Əgər özünə bələdsən ki, sən yatacaqsan, sonuna qədər qala bilməyəcəksən, 2 rükət qıl, dua elə, yat. Vaxtından namaza dur. Lazım deyil ki, səhərə qədər oyaq qalıb və səhər-səhərdə yat, sübh namazına qal. Elə ibadətində Allah Subhanahu sənin elə ibadətə ehtiyacı yoxdur. Və yaxud da görürsən ki, hər hansısa bir əməli eləyir, özün kiçik bir salih əməllərlə məşğul eləyib, böyüklərindən özünü məhrum eləyir. Şeytan bəzən insana deyir ki, qardaşlar, salih əməllə də yaxınlaşır. Və bu ayə bizə göstərir ki, qardaşlar, Allahdan ümidin kəsən kimsələr üçün bu ayə bir müjdədir. O kimsələr ki, Allahın rəhmətindən ümidini kəsib, bu ayə Allah Subhanahu taala həmin qullarına bunu nədir? Deyir ki, de, yəni müjdə ver, müjdələ. Bir şad xəbər olanda necə çatdırırsan? Get filan kəsə, filan müjdəni ver. Yəni sevindir. Allah Subhanahu taala burada bizi sevindirir. Müjdə verir. Ey mənim qulum. Və bil ki, həmin o ümidin kəsən qulların içində sən də bəlkə də varsan. Heç kim bilmir, amma sən özün bilirsən. Təsəvvür et ki, bu ayəni oxuyursan, bil ki, o ayə sənə xitabdır. Əgər səndə bu problem varsa, səndə bu ümidsizlik varsa, bil ki, Allah onu sənə deyir. Ey filan qulum, ümidi kəsmə. Yetər ki, məndən bağışlanma dilə, mən səni bağışlayacağam. Yəni, həddi aşsın belə. Həddi aşma nə demədir? Yəni, ondan oynası yoxdur. Ən böyük günah şirkdir. Ona belə tövbə eləsin, Allah Subhanahu bağışlayır. Yetər ki, nədir? İnsan peşman olsun və elədiyi tövbənin şərtləri olmaq şərti ilə insan o günaha qayıtmasın, həqiqətən peşman olsun, özün qınasın və həmin o günahdan əl çəksin, uzaqlaşsın. Çünki Şeyx Salih Fovzan, Allah onu qorusun, buyurur ki, qul tövbə etdiyi zaman Allah qulun qəlbinə baxar. Qulun qəlbinə baxar ki, görsün o qul hələ o günaha meyillidir, yoxsa həqiqətən də peşman olub, əl çəkib, əzmlə o günahdan uzaqlaşıb. İnsan var, misal üçün, deyir ki, tövbə edirəm, daha sigət çəkməyəcəm. Amma görürsən ki, bir dənəsini saxlayıb, deyir, birdən gecə duraram, birdən əsəbləşərəm, birdən görürsən, birdənlərin yerini qoyub. Belə tövbəni Allah Subhanahu qəbul eləməyəcək. Hər hansısa bir günahdan insan çəkinir, amma görürsən ki, özü üçün yer qoyub. Birdən belə olar, birdən qaydaram. Məsələn, gedir, ən çox günümüzdə olan,
gedir bir yerə və bilirsən ki, rüşvət vermək haramdır. Rüşvət vermək haramdır. Və evdən çıxır, 2 nəfər evdən çıxır. Və ikisi də oxuyub. Biri deyir ki, mən gedirəcəm, özüm imtahan verəcəm. Qəbul edəcək, eləməyəcək, çıxıb gələcəm. Amma biri neyniyir? Deyir ki, mümkündür. Pul verməsini almaq olmayacaq. Özü də savad da var. Deyir, vermərəm, birdən də istəyər. Qoy cibimdə olsun. Bu artıq rüşvətə meyillənib. O evindən cibinə qoyub çıxıbsa, o onu orada verəcək. O getdi. Çünki bizə qardaş var idi. Deyir, getdi 5-6 nəfər idi. Hamısının cibində pul var idi ki, birdən istəyər, birdən nəsə olar. Onsa başqa cür mümkündür falan filan, cürbəcür bəhanələrlə. Deyir, hamısından istədilər məndən sonra. Çünki mən evdən sonra qoymadım. Dedim, verməyəcək, çıxıb gələcəm. Görsən, artıq sən bu nədir? Sən meyillənmirsən o günahı eləməyə. Və insan bir şeydən tövbə eləyir, onun haramlığını inkar eləyir, amma görsən ki, içində meyil var ona. Ki, yer qoyur ki, bəlkə belə olsa eləyərəm. Allah Subhanahu elə tövbəni qəbul eləmir. Allah Subhanahu elə tövbəni qəbul eləmir. Və həmçinin də Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bir hədisdə buyurur ki, Allah Subhanahu taala gecə günah edən qulunun tövbə etməsi üçün gündüz ona əl uzadar. Və həmçinin də gündüz günah edən qulunun tövbə etməsi üçün, bağışlanma diləməsi üçün gecə ona əl uzadar. Fikir ver. Allah Subhanahu taala səni bağışlamaq istəyir, qardaş. Nə istəyirsən? Günahı eləyən sənsən. Sənin bağışlanmağı üçün hər şeyi eləyən alimin Rəbbi olan Allahdır. Sən ona qarşı gəlirsən. Vallahi kimsə burada bizə qarşı gəlsə, bir dənə haqsızlıq eləsə, olmayan bəddualar eləyirik ona. Olmayan qarışlar eləyirik ona. Gör, alimin Rəbbin sən rəhmətinə bax. Nə qədər günahlar eləyirsən, yenə də sənin bağışlanmaq üçün bu qədər yollar qoyur. Bu qədər yollar qoyur. Ramazanın hər gecəsində Allah Subhanahu taalanın cəhənnəm odundan xilas elədiyi qulları var. Təsəvvür ki, bu qədər sən günahı kimə qarşı gəlsin, kim səni bağışlayar? Bütün qapılar üzvə bağlayar. Bir adam sənə 2 dəfə ardı-ardına haqsızlıq eləsə, vallahi üzünə baxmarsan, qapını açmarsan, bizə deyir, yansa üstünə su tökmərəm. Ölsə yerdən götürmərsən. Boğulsa bir qurtum su vermərsən. Amma gör, sən nə qədər günahlar eləyirsən, nə qədər asiliklər eləyirsən, tüğyan eləyirsən, fitnə fəsad törədirsən, aləmin Rəbbinə qarşı gəlirsən, günahlarda at oynadırsan, hər bildiyi eləyirsən, bilmədiyi də eləyirsən. Amma bu qədər günahlara rəğmən səni bağışlamağa çalışan kimdir? Allah. Niyə eləyir bunları? Sənə görə. Bağışlamaqdan əlavə gör sənə nə qədər nemət verir, mal mülk verir, hər şey verir, onu ilə bərabər deyir, yəni bağışlanma dilə, bağışlayacağım, ümidi üzmə məndən. Gəl mənə tərəf. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm hədisində deyir, qul Rəbbinə tərəf bir qarış yaxınlaşarsa, Rəbbi ona tərəf bir dirsək yaxınlaşar. Qul Rəbbinə bir dirsək yaxınlaşarsa, Rəbbi ona bir addım yaxınlaşar. Qul Rəbbinə yeriyərək gələrsə, Rəbbi ona qaçaraq gələr. Yetər ki, sən get. İnsan necə Rəbbindən qaça bilər? İnsan niyə Rəbbindən uzaq düşür? O sənə tərəf gəlir, amma sən ondan qaçırsan. O sənə tərəf gəlir, sən ondan qaçırsan. Amma qiyamət günü əksinə olacaq. Can atacaqsan, Rəbbə tərəf qaçmağa fayda verməyəcək. Qiyamət gününün peşmançılığı sənə fayda verməyəcək. Ona görə bu dünyada insan nəfsin hesaba çəkməlidir. Həmin o nəfs ki var, o nəfsi insan bu dünyada hesaba çəkməlidir. Bu dünyada peşman olmayan insanın qiyamət günü peşmançılığı ona fayda verməyəcək. Qiyamət günü vay deməyin, yə leytəni deməyin, kaş ki deməklərin sənə heç bir fayda verməyəcək. Əli ağzına salıb çeynəməyin sənə heç bir fayda verməyəcək. Yalvarışların, yaxarışların sənə heç bir fayda verməyəcək. Çünki Allah Subhanahu taalanın səndən istədiyi bu dünya. Bu dünyada əməl var, sorğu yoxdur. İstədiyi edirsən, səndən kim nə soruşur ki? Kim hesab sorur? Heç kim. Amma axirətdə sorğu var, əməl yoxdur. Ona görə də insan nəfsin bu dünyada hesaba çəkməlidir. Ki, sonra qiyamət günü Allah Subhanahu taalanın onun hesaba çəkməmişdən öncə qul bu dünyada öz nəfsini hesaba çəkməlidir. Və dəyərli qardaşlarım, demək istədim o ki, bu ay rəhmət ayıdır.
Uzun danışmaq olar bu barədə. Dedim sadəcə qısa qardaşlara və özümə bir nəsihət olsun, bir fayda olsun. Rəhmət ayında yox, tövbə ayında yox, bağışlanma ayında yox. Bu aydan istifadə eləmək lazımdır. Fürsətdir. Tövbə eləmək, Allahdan bağışlanma diləmək lazımdır. Daim dediyimiz bir şeylər var ki, çox insan elə zənn edir ki, günah, tövbə ancaq cahillərədir, müşriklərədir, asilərədir. Elə deyir, bizə də tövbə lazımdır. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm nə deyir? Mən deyir, gün ərzində 70 bəzi yerdə gəlir, 100 dəfə istiğfar edərdim, Allahdan bağışlanma diləyərdim. Hansı ki, dünyaya ayaq basmışların ən üstünlüyü, ən şərəflisi. O elədiyi halda biz necə olmalıyıq? Və təsəvvür elə ki, hər bir şey sənin üçün, hətta bu məclis var, oturduq, yedik, içdik, Allah'ı zikr etdik, qalxdıq, bu da bizim üçün bir bağışlanmadır. Fikir ver, heç bir şey eləmədin, heç bir şey eləmədin. Sadəcə oturdun, yedin, içdin, dedin, güldün, danışdın, bağışlandın, qalxdın. Kim kimə bunu eləyər? Allahın malın yedin, nemətlərin yedin, içdin, olmayan nemətləri, isti yerdə oturdun, isti olanda sərində oturdun, Allah Subhanahu sənə verdiyi hər bir nemətlərdən istifadə elədin. Sonunda da qalxanda Allah səni bağışladı. Yəni, belə Rəbbə qarşı gəlməyə dəyərmi? Onun üçün biz Allah Subhanahu istəyirik ki, Allah Subhanahu bizim etdiyimiz günahları bağışlasın. Allah Subhanahu bu ayın xeyrin bizlərə nəsib eləsin, şərrindən qorusun. Həqiqətən də Allah Subhanahu səmimi qəlbdən nəsuh tövbə edən qullarını eləsin. Qiyamət gününün peşmançılığından öncə Allah Subhanahu bizə bu dünyada faydası verən peşmançılıq versin ki, insan bir daha o günahlara qayıtmasın. Və sallallahu alə nəbiyyinə Muhammedin və alə alihi